Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pərfirud qızı. Bugündən etibarən müəllimlər, həftədə bir dəfə olmaq şərti ilə sizlərə hər mövzuya uyğun olaraq mövzu sınaqları və yaxud mövzu izahları təqdim edəcəyim. Bunun üçün siz də kanala abunə olmağı unutmursunuz. Eyni zamanda da kanalı paylaşdığım videoları ödənişsiz şəkildə həmkarlarınızla bölüşməyi unutmursunuz. Dərslərimiz haqqında məlumat almaq üçün 055 527 2599 nömrəsinə müraciət edə bilərsiniz. Bugün isə sizlərə təqdim edəcəyim sınaq təfəkkür mövzusuna aid olan bir sınaqdır. Gəlin vaxt itirmədən elə sınağımızla başlayaq. Təfəkkürə aid olan sınaqda müəllimlər, birinci sualda biz görürük ki, bizdən uyğunluğu istəyir və tənqidə təfəkkürün xüsusiyyətli bacarıqları var burada. Müşahidə bacarığı, təhlil etmək bacarığı, nəticə çıxartmaq, ünsiyyət və fikir ifadə etmək bacarığı və 5-də problem həll etmək bacarığını biz görürük. İndi isə müəllimlər bizə qarşı tərəf verir, bunun uyğunluğunu tapmalıyıq ki, hansı variantlardadır. Düzgün və səmərəli qərar qəbul etmək üçün tənqidi düşünmək vacibdir. Problem müəyyənləşdiriləndən sonra təhlil edib, nəticə çıxarandan sonra problemin həlli üçün səmərəli yol tapmaq, mərhələli şəkildə həll etmək lazımdır. Baxın müəllimə, artıq biz bir neçə yerdə problemin müəyyənləşdirilməsini, problemin həlli üçün səmərəli yol tapılmasını görürük. Artıq bizə burada ipucu verir. Söhbət nədən gedir? Söhbət problem həll etmək bacarığından gedir. Deməli ki, A variantı problem həll etmək bacarığına aid olacaqdır. Daha sonra B variantına baxaq. Fikri tələsik nəticə çıxartmağa yox, faktların əsaslı olmasına yönəltmək lazımdır. Bu zaman tələsməmək, çox ipucu və informasiyanı dəstəkləyən faktları toplamaq, təhlil etmək lazımdır. Burada söhbət nədən gedir? Biz nəticə çıxartmağa çalışırıq. Fikri tələsik nəticə çıxartmağa yox. Artıq biz burada ipucunu tuturuq ki, biz nəticə çıxartmaq mərhələsindəyik. Yəni, tənqidi təfəkkürdən nəticə çıxartmaq mərhələsi, hansı ki, nəticə çıxartmaq bacarığını da biz 3-də görürük. Daha sonra diskursiyaların, debatların, dilemma üzərində aparılan müzakirələrdə iştirak edilməsi şagirdlərdə təfəkkürü inkişaf etdirir. Diskursiyanı biz burada görürük. Diskursiya var, debat var, dilemma var. Söhbət burada nədən gedir? Uşaqların ünsiyyətini aktivləşdiririk. Şagirdlərdə ünsiyyət bacarığını, öz fikirlərini ifadə etməyini biz inkişaf etdiririk. Yenə də 4-də biz ünsiyyət və fikir ifadə etmək bacarığını görürüksə, deməli söhbət 4-cü xüsusiyyətdən gedir. Daha sonra D variantında bizə verir, çox informasiya toplamalı, qeydlər aparmalı, gündəlik tutmalı, fəal dinləyici olmalıdır. Bir növ burada uşaq müşahidə edir, yəni öz qeydlərini aparır uşaq, daha sonra dinləyir, gündəlik tutub qeydlərini orada yazır və deməli ki, burada uşaq öz müşahidəsini aparır, müşahidə bacarığından burada söhbət gedir. 5-də isə əldə etdiyimiz informasiyanı müqayisə edib, doğruluğunu təsdiqləmək üçün arqumentlər axtarıb, müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil edib, rasional qərar qəbul etməyə çalışmalıyıq. Burada da müəllimlər bizə ipucu verir, rahat şəkildə biz bunu görürük ki, müşahidəmizi apardıq, yəni müşahidə nəticəsində, D variantında biz bunu dedik ki, müşahidə bacarığıdır. Müşahidədən sonra uşaq müşahidəsini apardı, uyğunluğun, belə deyək, arqumentlərin uyğunluğunu təhlil eləyirik. Rasional qərar qəbul etməyə çalışır. Yəni, rasional bir növ belə deyək də, məntiqli qərar verməyə çalışmalıdırsa uşaq, burada tələsmirik, uşaq öz təhlilini aparır. Müşahidə elədir, daha sonra təhlil eləməyə çalışırsa, təhlil etmək bacarığından söhbət gedir. İndi baxaq, birdə, daha doğrusu, biz A variantında problem həll etmə bacarığını dedik. 5-də problem həll etmə bacarığı idi. 5-ə A-nı qeyd eləyək. Daha sonra ünsiyyət və fikir ifadə etmək bacarığını C-yə qeyd eləyək. Daha sonra gəlir, çox informasiya toplamalı, qeydlər aparmalı və gündəlik tutmalı, fəal dinləyici olması lazımdır. Bunu biz dedik təhlil bacarığında, təhlil bacarığı 2-də idi. Təhlil bacarığında, üzr istəyirəm, təhlil bacarığı 2-də idi. Təhlil etmə bacarığı 2-də idi. Və müəllimlər, biz bu ardıcıllığı yığanda cavabımız alınacaqdır A variantı. 1-də D variantı oldu, müşahidə bacarığına aiddir. 2-də təhlil bacarığına Y aid oldu
3 də nəticə çıxartmaq bacarığına aid oldu. B variantı ipucu toplamalı nəticə çıxartmağa. Daha sonra 4də ünsiyyət və fikir ifadə etmək bacarığı C variantına uyğun oldu. Debatın, diskursiyaların aparılması, problem həll etmə bacarığını isə biz A variantında qeyd etdik. Birinci sualın cavabı oldu A variantı. Bir qədər uzundur, ekrana tam yerləşdirmək mümkün olmadı. İndi isə gəlin ikinci sualımızla davam edək. İkinci sual birinci suala nisbətən daha yüngül bir sualdır. Baxaq, nəticə çıxartmaq bacarığını inkişaf etdirmək üçün uyğun deyil. Biraz öncə biz tənqidi təfəkkürün xüsusiyyətlərindən danışırkən, nəticə çıxartmaqda biz nəyi bildirdik? Faktlar əsaslı olmalıdır. Bir qərar qəbul eləyərkən orada tələsmirik. Yəni səbirlə müşahidələrimizi aparandan sonra faktların əsaslı olması üçün məlumat toplayırıq. Təhlilimizi aparırıq, mülahizələrimizi irəli sürürük, amma bizə sonunda verir səmərəli yolla həll etmək. Səmərəli yolla həll etmək, hardasa mən A variantında səhv eləmirəmsə dedim, nəticə çıxartmaq bacarığına yox, bir problemi əgər biz səmərəli yolla həll eləyiriksə, bu problem həll etmə bacarığına aid ola bilər. Hansı ki, bizə də Y variantı nəticə çıxartmağa aid deyil, səmərəli yolla həll etmək. Çünki bu variantımız, Y variantı problem həll etmə bacarığına aiddir, nəticə çıxartmağa aid deyil. İndi isə keçək növbəti sualımıza. Növbəti sualımızda müəllimlər cədvəl verir bizə və cədvələ əsasən uyğunluğu müəyyən edilməsini istəyir. Bir çox müəllimlər cədvəl üzərində işləyərkən çətinlik çəkirlər. Cədvəllə bağlı kanalda da bir neçə suallar paylaşmışam, izahlar var, baxa bilərsiniz. Cədvəldə çətinliyi olan müəllim, yəni aşağı hissədə də kanala daxil olun. Orada videolar var cədvələ aid. Sırf cədvələ necə işləmək lazımdır, onların hər birini izah vermişəm. İndi yenə də qısa şəkildə burada da izah verəcəm. Baxın müəllimlər, ilk olaraq biz şərtə baxmalıyıq. Hər zaman sual işləyəndə biz şərtə baxırıq. Cədvələ əsasən uyğun olmalıdır. Cədvəlimizdə nə verir? Bir tərəfdə doğru, bir tərəfə yanlış. Deməli ki, biz doğrudan düz olanı tapmalıyıq. Səhv olandan, yanlışdan isə səhvi tapmalıyıq. Çünki uyğunluq verdi, bizə şərt verdi, uyğun olanı. İndi baxaq birə. Fikrə deyil, fikri səsləndirən şəxsə əsaslanıb mühakimə yürütmək düşüncəsi, şəxsi qərəzlik. Bəli, mən qarşımda duran insanın fikrindən deyil, onunla münasibətim necədir? Məsəl üçün, qarşımda olan insanla münasibətim yaxşıdırsa, onun dediyi fikirlərlə mən razıyam. Qarşımda olan insanın münasibətim yaxşı deyilsə, onun dediyi fikirləri mən əsassız sayıram. Yəni, burada artıq mən şəxsi qərəzlilik aparmış oluram. Fikrə deyil, fikri səsləndirən şəxsə yönəlib mən belə deyim, mühakimə yürütdüm. Şəxsi qərəzliyə aiddir. Doğrudur. Pluslarımızı qoyuruq. Bir şeyə hörmət edilən şəxs inanırsa, deməli bu doğrudur düşüncəsi cəmiyyət tərəfindən qəbul edilmək. Xeyr, müəllimlər, cəmiyyət tərəfindən qəbul edilmək üçün bir şeyi çoxluq edirsə, mən də onu etməliyəm. Çünki cəmiyyət tərəfindən qəbul edilmək istəyirəm. Amma bizə verilən situasiyada bir şeyə hörmət edilən şəxs inanırsa, deməli bu doğrudur düşüncəsi. Xeyr, burada hamı edirsə, mən də edim yanaşması özünü bənzətməyə aiddir. Yəni, burada bizə verir cəmiyyət tərəfindən qəbul edilmək, bu yanlışdır, özünü bənzətməyə aiddir. İndi digər tərəfimizə baxaq, 3-də. Bir-iki nümunəni bütün qrupa aid etmək, həddindən artıq ümumiləşdirmə aparmaq. Bəli, bir şagird dərsini yaxşı oxumursa, deyirəm, sinifdə heç bir şagird yaxşı oxumur, amma bir şagirdə görə mən həddindən artıq ümumiləşdirmə etmiş oldum. 4-də baxaq. Fikri əsaslandırmaq üçün yürüdülən mühakimə yeni bir nəticə etibar etmir, çox mənalı danışmaq. Bu isə müəllimlər, yəni bunun belə deyim də, sözün əvvəli ilə sonunu dəyişib geri qaytarmağımız, bir növ belə deyim də, sirkulyar argumenta aiddir. Sirkulyar argument nədir? Dairə, sirkul sözündən götürübdür, dairə. Və dairədən kənara çıxmırıq biz. Dairə bizə deyir ki, məsələn, qarşımda olan insana deyirəm ki, əynini qalın geyin, hava soyuqdur, xəstələnə bilərsən. Qarşımdakı insan da mənə qayıdır ki, hava soyuq olduğu üçün, hava soyuqdur, xəstələnməmək üçün əynimi qalın geymişəm. Yəni, dediyim sözün əvvəli ilə sonunu dəyişib insan mənə qaytarırsa, sirkulyar argumentdir. Bu da yanlışdır. İndi yenə də qayıdaq cədvəlimizə müəllimlər. Bizə cədvələ əsasən uyğunluğu istədi. 1 doğru oldu. Cədvəldə 1-i götürdük. Yanlış hansı oldu burada? 4. 4-ü götürdük. Çünki bizə yanlış şərt veribdir, yanlış.
Deməli ki, bizim variantımız 1 və 4 olacaqdır. 1 və 4-ü biz B variantında görürük. Üçüncü sualın cavabı isə oldu B variantı. Gəlin, keçid edək müəllimlər növbəti sualımıza. Bu günlərin bir neçə cədvəl işləyəcəyik. Cədvəl üzərində problemi olan müəllimlər üçün cədvəlləri daha çox salıram ki, öyrənib mükəmməlləşdirsinlər, belə deyək, qorxmasınlar cədvəldən. Dördüncü sualda müəllim şagirdlərə situasiya təqdim edir. Şagirdlər situasiyanı dinləyib öz arqumentlərini gətirirlər. Şagirdlərdən biri yoldaşı Turalın fikri ilə razılaşmır və Tural ilə kobud davranmağa başlayır. Verilən situasiyada şagirdə hansı bacarığa inkişaf etdirilməsinə ehtiyac var? Baxın müəllimlər, biraz öncə biz tənqidi təfəkkürün xüsusiyyətlərini sadalayarkən orada bildirdik ki, ünsiyyət və fikir ifadə etmək bacarığı. Burada uşaq dilemmalarda və yaxud debatlarda iştirak etməlidir. Eyni zamanda da bunun əlavə də edə bilərik ki, uşaq qarşı tərəfin fikri ilə razılaşmırsa, qarşı tərəfə hörmət bəslənməlidir. Çünki hamının fikrindən razılaşacaq deyə bir şey yoxdur, amma hörmətlə yanaşmamız mütləqdir. İndi bizə burada verir ki, situasiya təqdim edir, uşaq situasiyanı dinləyir, arqument gətirir, amma yoldaşı Turalın fikri ilə razılaşmır, ondan kobud davranmağa başlayır. Deməli ki, burada uşaq artıq yoldaşına hörmət bəsləmir, səsləndirdiyi fikrə görə. Bu uşaqda ünsiyyət və fikir ifadə etmək bacarığını formalaşdırmağa ehtiyac vardır. Dördüncü sualın cavabı olacaqdır C variantı. Bir daha xatırlatmayayım müəllimlər. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 055 527 25 99 nömrəsinə yaza bilərsiniz. Eyni zamanda da kanala abunə olmağı, öz həmkarlarınızla videonu paylaşmağı unutmursunuz. Davam edək, yenə də cədvəl verir. Bu tipdə də cədvəl çıxa bilər qarşınıza. Baxın müəllimlər, bizə burada verdiyi tapşırıq. Burada verir tapşırıq, situasiyanı təqdim edir. Burada isə düşünmə formaları verir. Yəni biz düşünmə formalarını bura qeyd etməliyik. Tərkəri çayının mənbəyini və mənsəbini xəritədə müəyyənləşdirmək. Tələffüz zamanı dəyişikliyə uğrayan səs orfoqram adlanır. Deməli, kənd sözü tələffüz zamanı dəyişikliyə uğrayıb. Nuray ideya və fikir söyləyən zaman fərqli yanaşmaları ilə seçilir. Xəritədə uşaq bunu müəyyənləşdirməyi bacarır. Qeyri-verbal düşünmədən istifadə edir. Qeyri-verbal. Yəni, gəlin qeyri-verbal, birincini tapmışıq. Gəlin variantla işləməyə edə bilək. Baxaq, məsələn, A variantında verbaldır. Bizə uyğun deyil varianta. C variantında induktiv düşünmədir. Bizə uyğun deyil, çıxdıq. Y variantında ardıcıl düşünmədir. Çıxdıq. Çünki birlə uyğunlaşmadım. İndi baxaq. Tələffüz zamanı dəyişikliyə uyğun uğrayan səs orfoqram adlanır. Yəni, bizə birinci qayda verir, daha sonra qaydaya uyğun nümunə verir. Bizə nə demişdik? Düşünmə formaları, induktiv düşünmə öyrənmişdik, deduktiv düşünmə öyrənmişdik. Birinci bizə qaydanı verir. Qaydaya uyğun nümunə gətirirsə, bu hansı olacaqdı? Düz deyirsiniz, deduktiv düşünmə. Burada isə 2-də deduktiv düşünmə olaraq qeyd edək. Deduktiv düşünmə. 3-ə baxaq, Nuray ideya və fikir söyləyən zaman fərqli yanaşmaları ilə seçilir. Burada da uşaq öz fərqli yanaşmaları ilə seçilirsə, yaradıcılığı daha çox inkişaf edib də uşağın. Deməli ki, bu uşaqda da divergent düşünmə aiddir. Divergent. İndi variantlarda baxaq. Ya B olacaqdı, ya D variantı. Deduktiv düşünmə, divergent. Elə uyğun olan D variantıdır. Birdə də verir, qeyri-verbal, divergent, ardıcıllıqla gəlirmi? Xeyr, gəlmir. Deduktivdir 2-də, ona görə də bu da uyğun deyil, çıxdıq. Uyğun olan variantımız 5-ci sualımızda D variantı oldu. Keçid edək növbəti sualımıza. İzah sizə aydın olursa, bunu da rəy bölməsində yaza bilərsiniz. Həmçinin müəllimlər, həmişə mən müəllimlərə deyirəm, test işləyən zaman bir dəftər, qələm yanınıza qoyun. Özünüzdə variantları qeyd edin, neçə düzünüz, neçə səhv olduğunuzu. Sonda hər biriniz şərh bölməsində yazmanızı istəyəcəm. Ona görə də təbii ki, bunu unutmayın ki, dəftər, qələmi yanınıza qoyub verilən sualla videonu saxlayın, izahınızı verin, cavabınızı qeyd eləyin. Daha sonra isə doğru yanlış olduğunu videodan açaraq təzədən yenidən baxa bilərsiniz. 6-cı suala baxaq.
Verilərdən biri konvergent düşüncə tərzinin xüsusiyyətidir. Konvergent düşüncə tərzini biz necə demişdik? Bir növ belə deyim də, köhnə fikirli insan, köhnə adət-ənənələrlə yaşayan, divergent isə bunun tam əksi, yeni ideya axtarışında olur, fərqli yanaşma, yenilikçi insan da belə deyək. Yeni fikir tapmaqda çətinlik çəkir. Yeni fikir tapmaqda çətinlik çəkirsə, demək olar belə konvergentin özüdür də. Amma yenə də konvergentə aiddir, amma yenə də digər variantlara baxaq. Müxtəlif məlumatların təhlili, hissələrə parçalamaq araşdırılmasını tələb edir. Müxtəlif məlumatı təhlili, burada biz analoji düşünmədən söhbət gedir. Daha sonra problemi tez həll eləməkdə çətinlik çəkir. Problemi tez həll eləməkdə çətinlik çəkir divergentlər. Çünki onlar yeni ideya axtarışında olduğuna görə müəyyən qədər vaxt gedə bilər. Daha sonra konvergent düşüncələri dilə gətirmək, fikri ifadə etmək bacarıqdır. Xeyr, verbal ola bilərdi burada. Verbal düşüncəni dilə gətirmək, fikri ifadə etmək bacarığıdır. İki və daha artıq hadisə, anlayış, sistem və s. arasında oxşarlığın müəyyənləşdirilməsidir. Burada isə analoji düşünmədən söhbət gedir. Analoji düşünmədən söhbət gedir. Bizə də sualda nə verdi? Konvergent düşüncə tərzinin xüsusiyyətidir. Konvergent düşüncə tərzinin xüsusiyyəti yeni fikir tapmaqda çətinlik çəkməsi oldu. Cavab oldu A variantı. Baxaq növbəti 7-ci suala. Müəllim şagirdin öyrəndiyi mövzuna anlamadığı bəzi məqamları üzə çıxardır. Mövzunu yenidən izah verir, açar məqamları tapmağı müəllim şagirdə öyrədir. Verilən situasiyada müəllim şagirdə hansı təfəkkürü inkişaf etdirmək istəyir? Baxın, uşaq bəzi məqamları anlamayıbdır. Bununla bağlı ola bilər ki, bir şagirdiniz yaxınlaşır, deyir müəllim, mövzunu izah verdiniz, mən başa düşmədim. Mövzunu müəllim yenidən izah verir, daha sonra uşağa açar məqamları, yəni əsas hissəni, açar məqamları müəllim şagirdə öyrədir. Yəni uşağa öyrədir ki, artıq növbəti mərhələlərdə də uşağın qarşısına bu tipli tapşırıq çıxanda uşaq özü onu sərbəst işləyə bilsin, yenidən müəllimə müraciət eləməsin, müəllimdən asılılığı olmasın, şagird özü bu tip tapşırığı rahat işləyə bilsin. Açar məqamları müəllim şagirdə öyrədirsə, müəllim şagirdə hansı təfəkkürü inkişaf etdirmiş olur? Baxaq. Tənqidi təfəkkür, məntiqi təfəkkür, yaradıcı təfəkkür, analoji düşünmə, sistemli düşünmə. Baxın müəllimlər, analoji düşünmə, sistemli düşünmə. Bizə isə təfəkkürü istəyir. Bunlar düşünmə forması olduğuna görə analoji düşünmə ilə sistemli düşünmənin variantları rahat şəkildə çıxa bilərik. Çünki bizdə şərtli təfəkkürü istədi, düşünmə formasını yox. Tənqidi təfəkkür, məntiqi təfəkkür, yaradıcı təfəkkür. Verilən situasiyada açar məqamları bizim şagirdə öyrətməyimiz, şagirddən mövzunu yenidən izah verməyimiz, eyni zamanda şagird açar məqamlardan özü növbəti dəfə bu tapşırığı tapmasa, məntiqi təfəkkürə əsaslanır. Sualın cavabı olacaqdır 7-ci sualda B variantı. Növbəti sualımıza baxaq. Yenə də cədvəldir müəllimlər. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Baxın müəllimlər, biraz öncəki cədvəlimizdə şərtdə bizə uyğunluq demişdi. Amma bu dəfə biz şərtin tam əksini görürük. Uyğunsuzluq deyir. Uyğunluq deyəndə doğrudan doğru, yanlışdan yanlışı. Bu dəfə isə uyğunsuz olmalıdır. Doğrunun altından səhv bizə lazımdır, yanlışın altından düz bizə lazımdır. Faktlar əsasında mühakimə yürütmə və əsaslandırma. Tənqidi təfəkkür. Əlbəttə ki, deyəcəksiniz ki, tənqidi yox, məntiqi təfəkkürə aiddir, düzdə deyəcəksiniz. Bir yanlış oldu. Məntiqi cəhətdən əsassız fikirləri bir-birindən ayıra bilir. Tənqidi təfəkkür doğrudur, tənqidi təfəkkürə aiddir. İndi yanlışa baxaq. Problemin yaranma səbəbini araşdırır. Tənqidi təfəkkür doğrudur. Səbəb-nəticə əlaqənin tapılmasını tələb edir. Tənqidi təfəkkür. Əslində isə bu yanlışdır müəllimlər. Məntiqi təfəkkürün xüsusiyyətləri var idi ki, onları da dərs izahında olan müəllimlər izah vermişdim. 4 xüsusiyyəti var idi. Səbəb-nəticə əlaqəsinin tapılması məntiqi təfəkkürə aiddir. İndi biz cədvələ əsasən uyğunsuzluğu istədiksə, yanlış olan bizə lazımdır. Biri götürdük. Yanlışın altından bizə doğru lazım idi. 3'ü götürdük. 1 və 3 bizim variantımız olacaqdır. 1 və 3'ü biz variantlarda harada görürük? C variantında 1 və 3 verilibdir.
Güman eləyirəm ki, sizə cədvəl aydın olur və fikirlərinizi də rəy bölməsində təbii ki, müəllimlər yazmağı unutmayın. Mən bilmək istərdim ki, sizlərə nə qədər dəstək ola bilirəm, yəni izah sizə nə qədər faydalı olur cədvəl üzərində işləmək və yaxud digər sualların nə qədər sizə faydalı olduğunu rəy bölməsində yazmanızı xahiş edərdim. Aha, və yaxud öyrənə bilməyən müəllim də ola bilər. Deyər müəllim, çətin izah verdiniz, başa düşmədim. Onu da yaza bilərsiniz rəy bölməsində. Yəni səmimi fikirlərinizi gözləyirəm. Yenə də müəllimlər cədvəl verilib, cədvələ əsasən uyğunluğu istəyir bizdən. Baxın, biraz öncə bu tipdə bir sual işləmişdik, yenidən var. Cədvələ əsasən uyğunluqda doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. İndi görək bu sual bizə nə cür təqdim olunubdur. Mətnin əsas ideyasını müəyyənləşdirin. Məntiqi təfəkkür doğrudur. Məntiqi təfəkkürə aiddir, üstəgə qoyduq qarşısından. Şagird problemin həllində fərqli yanaşma irəli sürür. Fərqli yanaşma irəli sürür, yaradıcı təfəkkürə aiddir, üstəgə qoyduq qarşısına. İndi yanlışa baxaq. Yollarda çirklənmənin qarşısını almaq üçün təklif planı hazırlayın. Yenə də uşaq burada bir yaradıcılıq, öz fərqli yanaşmasını irəli sürdü deyə yaradıcı təfəkkürə aiddir bu da müəllimlər. Biz buna da doğru işarəsi qoyaq, üstəgə qoyaq. Verilmiş tələblərə uyğun olaraq ardıcıllığı davam etdirir. Bəli, ardıcıllığı uşağın davam etdirməsi məntiqi təfəkkürün inkişafına xidmət edir. Uyğunluqda, indi deyəcəksiniz, ay müəllim, yanlış olmadı axı burada. Bəli, yanlışımız olmadı bu variantda. Bizdən də uyğunluğu istəyirdik. Yanlışın altından səhv var? Yoxdur. 3 ilə 4-ü demək ki, biz götürə bilməliyik. Variantlardan da gələk, harada 3, 4 varsa çıxdıq. Bəs bizim cavabımız hansı olacaqdır? Doğrunun altından doğrular var idi. 1 və 2 bizim cavabımız olacaqdır. Və yaxud müəllimlər bu tip sualını verər, uyğunluğu istəyər, 4-ünü də səhv verər bizə. 4-ü də səhvdir. Bir ona da nümunə olaraq çəkim burada. Məsələn, bu tipdə bir sual verir, hər biri səhvdir. Yenə də bizə deyir ki, doğru uyğunluğu, şərti verir uyğunluğu, doğrudan doğru, yanlışdan yanlışı. İndi misal üçün bu sual üzərində deyirəm ki, sizlərə aydın olsun. Hər biri yanlışdırsa, o zaman biz 3 və 4-ü götürə bilərik. İndi bu suala aid deyil təbii ki, cavabımız oldu bu sualda ilk olaraq A variantı. Amma bu tipdə sualın şərtini verən hər biri yanlışdırsa, 3 və 4-ü biz variantlarda seçə bilərik. Aha, keçid edək. 9-cu sualda izah verdiyi A variantı oldu. Növbəti sualımız 10-cu sual və 10-cu sual, sonuncu sual. Belə deyim, müəllimin hansı fəaliyyəti şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir? Situasiyaların obyektiv dəyərləndirilməsi. Tənqidi təfəkkürü uşaqlarda obyektiv dəyərləndirmə, tənqidi təfəkkürü uşaqlarda inkişaf etdirir. Aha, doğrudur. Ev tapşırıqlarının necə edildiyini yoxlanılması. Tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir. Məqsədyönlü sualların verilməsi və biz bunun üçün 4-dən 1 KH üsulundan istifadə edə bilərik. Sokrat diyaloqundan istifadə edə bilərik. Bir çox üsullar var ki, biz uşaqlarda tənqidi təfəkkürü formalaşdırmaq üçün üsullardan istifadə edə bilərik. Məsələlərə qədərsiz yanaşma, yenə də bu da uşaqlarda tənqidi təfəkkürü inkişaf etdirir, doğrudur. Sərbəst fikir ifadə etməyə şərait yaradılması. Hər bir uşaq öz fikrini sərbəst şəkildə ifadə etməlidir və qarşı tərəf də buna hörmətlə yanaşmalıdır. Hansı ki, tənqidi təfəkkürün xüsusiyyətlərində ünsiyyət və fikir ifadə etmək bacarığını da biz bunu geniş danışmışdıq. Sərbəst fikir ifadə etməyə şərait yaradılması uşaqlarda tənqidi təfəkkürü inkişaf etdirir. Doğrudur, bizə deyir hansı tənqidi təfəkkürü inkişaf etdirmir. Və bizim cavabımız olacaq B variantı. Aha, bu qədər müəllimlər 10 sual hazırlamışdım bu mövzu üçün. 10 sualı da sizlərə təqdim etdim. İnşallah ki, bu sizlərə öyrədici oldu, faydalı oldu. Yenə də rəy bölməsində öz fikirlərinizi yazmağı unutmursunuz. Kanala abunə olmağı, videonu həmkarlarınızla paylaşmağı unutmursunuz. Növbəti həftələrdə də bu tip videoların davamı olacaqdır. Sağ olun, salamat qalın.